Salam değerli əziz izləyicilərimiz. Bu günləri Binə qəsəbəsində, Binə mərkəzə yaxın sizin üçün köhnə Talquçka yolunun, arxa asfalt yolunun üzərində 3 sot yarımda paket qubçalı, yəni torpağında evin qubçası olan 4 otaqlı, geniş kvadratda olan 4 otaqlı evin təqdimatına gəlmişik değerli dostlarımız. Bu evimizin yan tərəfidir değerli izləyicilərimiz. Gördüğünüz kimi padvala daxil olmaq üçün o hissədən pilləkən qoyulubdur, göstərim sizin üçün. Qapısı var orada, kombisi də oradadır. O həyətdə ayaq yolu nəzərində tutulub o başda, değerli dostlar. Həyətimizdə belə bir mangal xanasıdır. Yəni gələcəkdə istəsəniz buranı belə bir navest eləyib yay oturmaq üçün. Həyətimiz qəşəng genişdir. Bu hissədə dostlar baxa bilərsiniz. Tam asfaltın üzərindədir. Yəni 6-7 dən maşın rahat şəkildə daxil olunur. Evimizin ön görünüşüdür. 4 otaqlı evdir. Çox qəşəng keyfiyyətlə dikilmiş evdir. Değerli dostlar, qeyri-adi proyekti var. Girişdə belə bir koridorumuzdur. Değerli dostlar, tam ətraflı göstərim sizin üçün. Aşağı mərtəbədə geniş bir dənə qonaq otağıdır. Televizor şəbəkəsini bu hissəyə qoyulubdur. Burada bizim belə bir geniş mətbəxdir. Həqiqətən də genişdir dostlar. Gelinə boluna otaqdır, həm mətbəxdir. Yəni bu evə 5 otaq demək olar. İpotekaya yararlıdır. Qeyri-adi proyekti var. Aşağı mərtəbədə bu hissədə girişdə həm paltar yuyan üçün, həm belə umumanilik üçün yerdir, dəhlizdir. Burada bizim sanitär və sanuzerimizdir. Asma tavanlı değerli dostlar. Qalxacaq indi inşallah ikinci mərtəbə ilə sizi tanış edəcəm. Birlə ikinin arasında beton monolitdir. Həqiqətən də keyfiyyətli evdir, çox genişdir. Proyekti də qeyri-adidir dostlar. Yuxarı qalxdığımızda belə bir dəhlizimizdir. Burada dostlar bir dənə yataq otağıdır. Burada bizim ikinci yataq otağımızdır. Bu hissədə bizim balkona çıxış yeridir. Göstərim sizin üçün. Üzülü sayın, balkonu yoxdur dostlar, üzülü sayın inşallah. Keçək digər yataq otağına sizi tanış edeyim. Yuxarının gizli ışıqları da hər bir şey var. Burada da bizim üçüncü geniş belə bir yataq otağımızdır. Bu da yuxarı mərtəbənin sanitər və sanuzelidir. İstipol değerli dostlar, gördüğünüz gibi. Qiymət 200.000 manata deyilir. İnşallah gəldinizdə real alıcı ilə danışıb razılaşma olar. Allah alanı satanda xeyir versin. Sağ olun, var olun.